Dostlar, hamıya salam. Deməli bu günlər bizdə yumurta pomidordur. Burada xiyar, pomidor, acılı biber, badımcan ikrasıdır. Burada pendirimizdir. Burada salami, mənim sevimli kalbasamdır. Burada Mazda'nın bu pendiri o qədər ləzzətlidir ki, tövsiyə eləyirəm. Bu paçka 1.20'dir. Çox ləzzətlidir. Plavlini pendirdir. Burada smetandır. Burada bizim çayımızdır. Dedim bu günlərdə səhər yeməyi çəkim. İnanırsınız, səhər yeməyi yemirəm deyə mənə çətin olur. İndi 3-ün yarısıdır. Ən tez deyəsən olunan mukbanglardan biri də adətən ondan gecə olur. Ona görə həmişə mənim demək olar bu, yəni səhər yemək istəyirəm də, ilk yeməyimdə səhər yemək istəyirəm. Ona görə dedim ki, bu dəfə özümə yox deməyim, səhər yeməyinə məni qarşılayın. Sabahları inşallah mama ilə planlayırıq. Crescent Mall'da olmamışam, gedək ora. Avqustda bizdə həri olacaq, nişan olacaq. Deməyəcəm ki, yaxınımın da hamısını sizə göstərəcəm. Həriyə yəqin ki, Zara'dan don almışdım. Belə açıq yadınızdadır, toya geymişdim. Sarımtıl qəhvəyi, nə bilim, rəngi var. Həriyə onu geymək istəyirəm. Nişana da nə qədər kirayə donlar baxdım. Kirayalar mənim bəyəndiyim 250-300 arasıdır. Bir gecəyə, özdə toy deyil, nişana bunu verməyə heyfim gəlir. Ona görə Zara'da yeni kolleksiya gəlib, Crescent'də də görmüşəm. Bir dənə xanım var, göstərirdi. 239 manata bir dənə donu bəyəndim oradan. Dedim ki, nişanda onu götürüm, elə mənim şkafımda da qalsın. Bir günə mən niyə o qədər pul verim də? Toyucu inşallah gələn il olacaq. Gələn ildə inşallah nədir onun adı, kirayə dəqiq götürəcəm. Ucud toyu başqa məsələdir. Ya Zara'ya gedəcəm. Zara'ya getmək istəyirəm, Mango'ya getmək istəyirəm. Və Massimo Ducci'yə getmək istəyirəm. Baxarıq nəyi seçəcəm. Amma yəni istədiyim donu Zara'da gördüm. Bilmirəm üstümdə necə duracaq. Vlog 10 dəqiqəsi hazırdır. 10 dəqiqəsini çəkmişəm. Hardasa indi Zara'ya falan gedərik. Bir yarım saatlıq inşallah bir şey alınmalıdır. Sizi özümlə aparacağım. Məncə bəyənərsiniz vlogu. Həmən vlogun içində biraz ev vlogu olacaq. Həmçinin gəzmək vlogu da olacaq. Mama ilə olacağım. Ona görə sabahları yəqin mukbang olmayacaq. Yəqin olanda olmayacaq, çünki mən gələcəm. Sizin üçün vlog çəkməyə, vlog. Məncə bəyənəcəksiniz, dəqiq bəyənəcəksiniz. Mən axır vaxtı məncə görürsünüz ki, vlogların üstündə çox işləyirəm. 5 dəqiqəlik, 10 dəqiqəlik vlog buraxmıram. 5 dəqiqəlik yox da 10 dəqiqəlik vlog buraxmıram. Görürsünüz ki, çalışıram vlog üzərində 25 dəqiqəlik. İnanırsınız, dayımın evindən olan vlog dayımgin də montaj eləyir deməli. Evə gəldi hardasa saat 9 idi, 10 idi belə. Səhər saat 7-yə qədər montaj eləmişəm, səsləndirmişəm. Sonra mən deyəndə ki, nədir onun adı, vlog işdi, bəli işdi. Dayım belə hamı dincələnirəm. Mən gəzirdim, hər yeri çəkirdim. Hamı söhbət eləyəndə mən çəkilişlə məşğul idim. Evə də gəlib 7-də səhər yatdım. Ama bu işi çok sevirəm.
Düzdür, hələ qazanc qazanmırıq. Amma bu onu da eləyərik. Əminəm. Mən konkret ürəkdən çəkirəm. Çox xoşum gəlir. Həqiqətən. Və smetanımızı da qoyaq. Axırı vaxtı smetanı belə lavaşa qoyub yeməyi sevirəm. Çox bəyənirəm. Maşallah. Smetanı heç yazığım gəlmədi. 1 ton qoydum. Çox dadlıdır. Gəlin bir sual. Salam ömrüm, balım, şirinim. Bəydi niyə belə yazır bilmirəm yaxşı. Sənə icazə versən, əgər sual verəcəm, videoda cavablansan çox xoşbəxt ol. Amma çox vaxtı qızlar kişi adı ilə gelir və yazır qızam qızam. Aa yazdı burada qızam. Ay sənim. Xoşbəxt olaram sənə. Cavablandırsa çox xoşbəxt olaram. Nənənlə neçənci ildən yaşayırsan? 1000 il yaşamaqdan məmnunsan. Videoda cavablansa sevinərəm. Hələlik gözəlim. Bu arada qızam sənin dediyin olsun. Qadın cinsiyəm. Sağ ol ömrüm. Hə, o qadın imiş. Dedimdə çox vaxtı qızlar oğlan adından açır. Ya qardaşınındır, ya atasınındır və yaxud da elə belə. Hə. Hmm. 2019-cu ildən yaşayıram. Baba rəhmətə gedəndən. Allah ölənlər bizi rəhmət eləsin uşaqlar. Biz papay gilinəm, mama gilinəm ayrı qalırdıq. Çoxları elə bilir ki, biz həmişə nənəm gilinən qalmışıq. Papa da nənəm gilinən qalıb. Yox, elə bir şey olmayıb. Bizim ayrı evimiz olub. O da 3 otaqlı. Prosto ki baba rəhmətə gedəndən sonra həmən evi satdıq. Satdıq çünki 2 evə yaşamaq yəni mümkün deyil. Bu belə. Nənəmlə yaşamaq necədir? Nənəmin 82 yaşı olacaq. Noyabrda. 9-u. Əqrəbdir. Xasiyyəti asan deyil. Böyle sakit qadın deyil, çox sakitdir. Böyləsə nəyisə tutturdursa vəsə. Və belə. Konflikt eləyən xanım deyil. Vəsə bütün qoca qadınlar kimi də. Məsəl üçün qonaqlar gəlir, belə bir şey görürüm. İnşallah nənəm buna baxmayacaq. Nənəm hərdən baxır da. Məsəl üçün fikir verirəm, göstərməyəm bu videonu. Məsəl üçün mən görürəm ki, qonaqlar gəlir. Nənəm uçur. Vız vız. Necə ki qonaqlar gedir. Nənəm belə eləyir. Ay, ay, axsı-axsıya yerir. Və belə bir şeyləri var. Hərdən deyir, məsəl çox ağrıyır, gedir imaz alır, həkim falan filan. Yadından çıxardır, məsəl üçün görürük ki, elə bir şey kimi yazır. Deyirəm, nənə ayağın necədir, görürəm, yenə belə başlayır gəzməyə. Qoca insanlarda belə bir şey var. Qoca insanlar istəyirlər ki, yəni ancaq onların dediyi olsun. Necə o istəyir, sən elə eləyəsən. Mənim mamamın da, mama 67-ci ildəndir. Az yaşı yoxdur. Mənim də 28 yaşım var. Hamı öz fikri ilə hərəkət eləmək istəyir. Nənəm də deyir ki, məni dinləmirsiniz. Halbuki hamımız olğun insanlarıq da. Və yaxud da nə isə bəlkə deyirik evdə. Sadəcə, məsələn, mama gəl bura, və belə. Mama deyir, Nərgiz, və belə.
sakit qışqırmayın. Qonşular eşidər. Qonşular qapı döyəcək ki, yəni burada nə? Niyə qışqırırlar? Nə olub? Deyirəm, ay nənə, mən öz evimdəyəm də. Mən öz evimdə qışqırıb mamanı çağıra bilmirəm. Amma belə şeylərə görə, məsələn, söhbət olur. Yəni mən yalan deməyəcəm ki, nə bilim, cənnətdir, nə. Elə bir şey yoxdur, yalan deyərəm də. Yəni göydə Allah var. Yəni hamı bilir ki, 80 yaşlı insanlar, yəni ümumiyyətlə qoca insanlar, yəni necədirlər də. Burada oturub yalandan işini deməyəcəm. Əgər bunu gözləyirsə, olmayacaq. Məsəl üçün nəsə olur. Ben belə plavleniydi, belə işləmək istəyirəm. Nəsə olur. Mama deyir ki, mən deyəcəm. Nənəm belə deyir. Sən Allah demə. Sən Allah eləmə. Və belə. Yəni ancaq yəni bilə-bilə ki, bizə pisdir də. Başa düşürsüz? Yəni sözümüzü deməyə qoymur bəzən. Amma belə qırğın eləsin, nəsə problem yaratsın. Yox, elə şey yoxdur, yalan deyərəm. Əvvəl belə deyildi. Əvvəl çox yəni başqa cür idi. Məsəl üçün olur ki, nəyisə sındırır. Yəni mən ümumiyyətlə mətbəxə demək olar girmirəm. Girən mama ilə nənədir. Mama bilir ki, o onu eləməyib. Nənəmin də gözündən görünür ki, o eləyib də. Amma deyir, mən eləməmişəm. Həmişə elə bilirsiniz, mən eləyirəm. Amma bilirik ki, nənəm də 100%. Çünki mama eləməyib. Belə momentlərdə üstünə heç vaxt almaz. Və belə. Amma belə həmişə deyər, Nərgizinə hazırlayım. Məsəl üçün də ürəyinə düşəndə 82 yaşı var, yenə yemək hazırlayır. Keçən dəfə yemək hazırlamışdı. Dünənləri pilmeni anamla elədilər. Xəmiri, hər şey o yoğurur. Pizzanı, məsəl üçün xəmirini o yoğurur. Nə qədər yeməklər var hazırlanırsa, mama məsəl üçün nə bilim 60%, 70% eləyirsə, nənəm dəqiq orada 30% nənəmin var. İndi gediblər dayım arvadı ilə nədir onun adı? Dayım arvadına dedi ki, nişanda mamaya don lazımdır. Gediblər don almağa, nənəm evdə yoxdur. Yenə də mız-mız eləyirlər. Dünənlər ayağım ağrıyır, ay buram ağrıyır, ay gedməyim, ay belə deyirəm, ay nənə bəsdir də. Dayım arvadıdan otobus götürmüşdü. Oca otobusları olmayacaq da, oca все, çıxır işə. Dayım da oca sentyabrda gedir. Avqustda da nişan həri. Deyirik, get də, oca все, otobus adam çıxır, oca sabah все, işə çıxır. Mazgeri. Və belə momentlərdə yəni konkret görünür ki, oca все. Halbuki məndən yaxşı yeriyir, bir görərdiniz. Boyu da 1.50, 55 idi əvvəllər, 59 falan idi, indi yaşla gedib də. Belə sarı saç idi həmişə, indi prosta ağ saçı çıxıb. Yəni belə minnoş, şirin bir qadındır yəni. Əslində belə o qədər də şey deyil. Yəni mən nənə olsam, vay halımıza. Bütün nəvələrimi yiyərəm, hamam. Amma bu elə deyil. Mənim sözü açığım, mənim yaxşı işimə yaramır. Hər şeyi yedim. Uşaqlar, hər şeyi yedim. Çayım da qutardı. Çay qalsaydı biraz da oturardım sizə. Uşaqlar, çox sağ olun ki, məndən idiniz. Əgər köynə videoma baxmamısınızsa, bura basıb köynə videoma baxa bilərsiniz. Burada loqom olacaq, takip ata bilərsiniz. Uşaqlar, like elədiyiniz üçün, hər şey elədiyiniz üçün sizə dəhşət minnətdaram. Çox sağ olun ki, varsınız. Həqiqətən mən çox xoşbəxtəm. Mən sizə elə ürəklə bu videoları çəkirəm. Siz inana bilmərsiniz. Minnətdaram, sabahədək ya o biri günədək. Amma özünüz də bilirsiniz ki, o biri günədək.